Deməli, uşaq vaxtı valideyn sənin üçün hər şey eləyir. Yeganə varlıqdır ki, səndən heç nə istəmir. Qarşılığını da gözləmir. Sənin hər bir sevincin onun da sevincidir. Uşaq vaxtı gedirsən yanına, deyirsən ki, mən bunu istəyirəm, sən ən yaxşısını alır. Ayaqqabı istəyirsən, onun da ən yaxşısını alır. Yavaş-yavaş böyüdükcə sən öz-özünə fikirləşirsən ki, valideyn nəsə başa düşmür. Yarısını düz deyir, amma yarısını da həqiqətini bilmir. Yəqin ki, ona görə bir müddət keçir, üstünə biraz da böyüyür. Sən deyirsən ki, dostlarımdan yaxşısı yoxdur. Dostlarım hər şeyi düzgün bilir. Atam yaşlaşıb və yaxud anam yaşlaşıb. Bunlar yaşadığı dünya fərqli idi, iki dünya fərqlidir. Bir müddət üstündən keçir, gəlib görürsən ki, doğrudan da bunların dediyi yarısı düz imiş. Akazovitsa filankəs sənə dediyi, ondan sənə dost olmaz. Doğrudan da bir müddətdən sonra başa düşürsən ki, doğrudan da o yaxşı insan deyilmiş. Sənin həyatında səndən 10 il havaya yeri vaxtı alıb və sən həmin insanlara görə evdə spor belə eləmirsən ki, yox o yaxşı insandır. Bir müddət keçir ki, görürsən ki, hər şeyin ən yaxşısın, hər şeyin də düzgünün valideyn sənə vaxtının hamısını deyib və sən o səhv olan yolu vaxtında qısalda bilərdin. Bir müddətdən sonra özün ailə qurursan, uşaqların yavaş-yavaş böyüyür, qayğıların artır, işin, gücün, biraz da işin, gücün yaxşı olandan sonra ətrafın da böyüyür. Ətrafın böyüyəndə hərdən evə də vaxtına gəlib çıxa bilmirsən və görürsən ki, sən o valideyni bir həftədir yox, bir ayda hardasa görmürsən və yaxud 2 həftədir görmürsən. Çalışıb valideynləri maksimum yaralamaq lazımdır varlığı ilə. Biz həmişə eşitmişik ki, valideynlər öləndən sonra onların qədri bilinir. Amma mənə elə gəlir ki, yaxşı övlad və yaxşı valideyn həmişə bir-birinin qədrini bilirlər, vaxt az da olsa. Biz əlimizdən gələni eləməliyik ki, bizim uşaqlarımız da valideynlərimizi görsün və onların yanında çox vaxt keçirsin ki, həmən tərbiyəni də götürsün və həmən tərbiyə ilə də çalışıb böyüsün. Çünki babasının, nənəsini görən nəvələr daha sevincək, daha xoşbəxt və daha qürurlu olurlar və daha özlərinə inamlı olurlar. Və bir müddət gəlir çıxır ki, bir gün valideynindən sən gedirsən paltar almağa və valideyn üçün paltarı sən seçirsən. Biraz insan orada biraz pis olursan ki, yadıva düşür ki, uşaq vaxtı o sənin üçün paltar seçirdi. Hətta paltarı özün seçirdin, o sənin üçün alırdı. Amma bu günləri o belə sənin seçimində qarışmır. Sən nə bəyənirsənsə, çünki o sənə o qədər inanıb ki, sən onun bir əsəri olaraq sən o qədər inanır ki, deyir sən nə seçsən onu geyinəcəm. Və oradan xətrinə dəyir ki, görürsən niyə belə oldu. Mən arzu edirəm ki, bütün valideynlərin canları sağ olsun, uzun ömür yaşasınlar, ən azından 80-85 yaşasınlar ki, biz də onları dolu görək, uşaqlarımız da onları dolu görsünlər. Olmayanlar da Allah rəhmət eləsin. Mən inanıram ki, hər bir böyüyü olan ev inkişaflı bir evdir və o evlərdə doğrudan da ruzi bərəkət var. Allah hamıya can sağlığı versin.